Hal-hazırda dayandığım nöqtə isə Chain Bridge adlanır. Tərcümədə zəncirli körpü belə bir şey çıxdı. Deməli buranın maraqlı bir faktı var. Deməli fakt nədən ibarətdir? Yuxarıda gördüyünüz şir onunla əlaqəlidir. Deməli buranı bu körpünü tikən memar şiri də nəhayətində körpünün nəhayətində tikib qurtardıqdan sonra bura yerləşdirir və son anda fərqinə varır ki, məhz şirin bu hissədə ağız hissəsində dili yoxdur, dili hissəsini qoymuyor və bunu da özünə sığışdıra bilmir. Ondan sonra isə özünü atır məhz bu körpüdən aşağı və intihar eləyir. Belə bir qəmli bir tarixçəsi var, amma mənzərə olaraq möhtəşəmdir. Çox möhtəşəm mənzərə açılır buradan. Budapeştə və şəhərə, çaya, həmçinin də bu yerlərə. Arxamda gördüyünüz hissə isə Kraliyyət sarayıdır, Kral Qareliyasıdır. Belə.